Salam, hər vaxtınız xeyir olsun. Bildiyimiz kimi bugün riyaziyyat müəllimlərinin sertifikasiya imtahanı oldu və müəllimlərin sosial şəbəkədə paylaşdığı bir neçə sualın izahını verəcəyəm. Birinci sualımız: y bərabərdir kök altı x kvadratı çıxılsın 12x üstəgəl 36 funksiyasının qiymətlər oblastına daxil olan ən kiçik tam həllini soruşur. Deməli, bizdən qiymətlər oblastına daxil olan ən kiçik qiyməti, yəni tam həlli soruşur, z-i soruşur. Bunun üçün nə edirik? Yazırıq, y bərabərdir x kvadratı çıxılsın 12x, 36-nı ayırırıq, 25 üstəgəl 11 yazırıq. Baxırıq bura, burada iki ifadənin fərqinin kvadratı var. Yazırıq, x çıxılsın 5-in kvadratı üstəgəl 11. Diqqətli olsaq görərik ki, baxın, x çıxılsın 5-in kvadratı ən kiçik qiyməti 0-dır. Yəni, bu ifadənin ən kiçik qiyməti 0-dır. X-a 5 verdikdə, x çıxılsın 5-in kvadratı özünün ən kiçik qiymətini, yəni 0-ı alıb. Gətirib yerinə yazsaq, olur kök altda 11. Əgər x-a 5-dən fərqli bir qiymət versək, yəni artıq 0-dan böyük qiymətlər alır və onu da 11-in üzərinə gələndə daha böyük qiymət alırıq. Ona görə də funksiyanın qiymətlər çoxluğu kök altda 11-dən müsbət sonsuzluğa kimidir. Bizdən də soruşur ki, qiymətlər oblastdan daxil olan ən kiçik tam həlli tapın. Kök altda 11-in kökü 3 tamdan böyükdür. Yəni 3 tam nəsə var. Deməli, ən kiçik tam həlli neçədir? 4. Cavab 4-dür. Bu birinci sualın izahı. Keçdik ikinci sualımıza. Bizə 4 dairə verib və bu 4 dairələrin mərkəzlərini birləşdirən bir kvadrat verib. Həmin kvadratın perimetri 24 cm-dir. Bizdən isə rəngli hissənin sahəsini soruşur. Baxın, biz birinci kvadratın tərəfini tapırıq. Kvadratın tərəfini tapırıq. Yəni, qısa yazaq, 4a bərabərdir 24-a, a da bərabərdir 6-ya. Deməli, kvadratın tərəfi neçə imiş? 6. Və deməli, çevrənin radiusları 3 imiş. 3. İndi fikir verin. Baxın, bu hissə dairənin 4də biridir, düzdürmü? Baxın, bu da 4də biridir. Bu da 4də biridir, bu da 4də biridir. Bunu elə 4də biridirsə, 4-ü bir dairə əmələ gətirir. Deməli, 4-ü bir dairənin sahəsinə bərabərdir. Dairənin sahəsi S bərabərdir pi yer kvadratı ilə hesablanır. Gətirib yerinə yazsaq, pi vurulsun 9. Deməli, dairənin sahəsi neçədir? 9 pi. Rəngli hissənin sahəsini tapmaq üçün isə kvadratın sahəsindən həmin dairənin, yəni 9 pinin dairənin sahəsini, yəni 9 pini çıxmaq lazımdır. Kvadratın sahəsi isə S bərabərdir. Bir tərəfin kvadratı, yəni 6-nın kvadratı 36 edir. Rəngli hissənin sahəsini tapmaq üçün kvadratın sahəsindən dairənin sahəsini çıxmaq lazımdır. Yəni 9 pinin. Deməli, cavab 36 çıxılsın 9 pidir. Üçüncü misalımıza baxaq. Bizə deyir ki, düzbucaqlı trapesiyanın oturacaqları 3 və 5-dir. Böyük yan tərəf 6-dır. Kiçik yan tərəf ətrafında fırlanmasından alınan fiqurun yan səthinin sahəsini soruşur bizdən. Birinci, biz düzbucaqlı trapesiya çəkək. Qeyd edək. Oturacaqları bu 3-dür, bu 5-dir. Böyük yan tərəf deyirsə, bu tərəfdir. Bura 6-dır. Bizə deyir ki, kiçik yan tərəf ətrafında fırlanmasından alınan fiqurun. Kiçik yan tərəf budur, düzdürmü? Fırlanmasına belə bir fiqur alınır. Yəni, bir dənə də trapesiya burada çəkirik. Kiçik yan tərəf ətrafında fırlanmasından kəsik konus əmələ gəlir. Və bizdən kəsik konusun yan səthini soruşur. Bilir ki, kəsik konusun yan səthini tapmaq üçün S yan bərabərdir. Pi L R üstəgəl R-dir. Yəni, kiçik dairənin radiusunun üzərinə böyük dairənin radiusunu gəlmək lazımdır. Və hamısı bizdə var. Yazırıq, pi vurulsun 6 üstəgəlinsin 5-in üstünə 3 gəlirik. Neçədir? Pi vurulsun 6 vurulsun 8, 48 pi. Deməli, fiqurun yan səthi kəsik konusun yan səthi 48 pidir.
Əgər düzbucaqlı üçbucaq olsaydı və bizə desəydi bir katet üzərində fırlanır, deməli orada konus əmələ gəlir. Amma düzbucaqlı trapesiyanın yan tərəf ətrafında fırlanması, kiçik yan tərəf ətrafında fırlanması kəsik konusu əmələ gətirir. İndi 4-cü sualımıza baxaq. Silin mən buranı. Dördüncü sualımız belə bir sual tərtib ediblər. Belə bir sual tərtib ediblər. Loqaritma 3 əsasdan 5 üstü x üstə gəlinsin 1 bölünsün 5 üstü x üstə gəlinsin 7. Bizə deyir ki, bu funksiyanın ən kiçik qiymətini tapın. Baxın, burada 5 üstü x üstə gəl 1 bölünsün 5 üstü x həmişə müsbətdir və biri o birinin tərsidir. Ona görə də bu ifadə həmişə 2-dən böyük bərabər qiymət alır. Əgər mənfi olsaydı, həmin zaman mənfi 2-dən kiçik bərabər qiymət alacaqdı. Deməli, 5 üstü x üstə gəl 1 bölünsün 5 üstü x-in ən kiçik qiyməti 2-dir. Gətirib yazırıq yerinə. Olur bərabərdir loqaritma 3 əsasdan 2 üstə gəlinsin 7. O da bərabərdir loqaritma 3 əsasdan 9. Bu da bildiyimiz kimi yazarıq 3 üstü 2. O dedir 2 loqaritma 3 əsasdan 3. 3 əsasdan da 3 də 1-dir. Olur 2 birin 2. Deməli, bu ifadənin ən kiçik qiyməti neçə imiş? 2. İndi 5-ci sualımıza baxaq. Sual 5-də nə deyir? Deyir ki, 12 adam, yazaq 12 adam bir işi 6 günə yerinə yetirir. Mən qısa yazıram sözləri. Adamların sayını 50% artırılır. Əgər adamların sayı 50% artarsa, işi neçə günə yerinə yetirərlər? İşi neçə günə yerinə yetirərlər? Burada qeyd etmək lazımdır ki, adamların gördükləri iş, yəni adamların iş görmə qabiliyyətləri eynidir. Qeyd edirik, adamların iş görmə qabiliyyətləri eynidir. İndi baxırıq, 12 adam işi neçə günə görür? 6 günə yerinə yetirir. Adamların sayını 50% artırırlar. Bilirik ki, 50% yarı deməkdir. 12-ni vururuq, 50% yarı deməkdir də, yəni 12-ni bölürük 2-yə, belə də 6. 6 nəfər adamların sayını artırıblar, bu da eləyib 18 nəfər. Bəs görəsən 18 nəfər işi neçə günə yerinə yetirər? X günə yerinə yetirər. İşçi ilə zaman həmişə tərs mütənasibdir. Yəni, işçilərin sayı artanda zaman azalmalıdır. İşçilərin sayı azalanda zaman artmalıdır. Əgər tərs mütənasib olarsa, biz bunu qarşı-qarşıya vururuq. Yəni, 12-ni vururuq 6-ya, bərabərdir 18 vurulsun x-a. Həll edirik, x bərabərdir 12 vurulsun 6 bölünsün 18. İxtisar gedir burada 6 ilə 18. Deməli, 1 dəfə, 3 dəfə, bu da eləyir 4. Deməli, 18 nəfər işçi işi neçə günə yerinə yetirər? 4 günə yerinə yetirər. Daha bir misala baxaq. Buranı silim. Deməli, 6-ya baxırıq. Belə bir şəkil verilib. Düzbucaqlı üçbucaqdır. Baxın, diqqətdən mən işarə edim. A, B, C. Düzbucaqlı üçbucaqdır və burada bir kvadrat verib. Kvadratdır bu L, M, N, T. Yəni L, M, N, T kvadratdır. Bizdən bir tərəfin uzunluğu, yəni AL-i verib 3, TC-ni verib 15. 15 yox, 5. TC-ni 5 verib. 5.
Bu AL 3'dür. TC isə 5'dir. Bizdən kvadratın sahəsini soruşur. Baxın nə edirik? Tutaq ki, biz bura bir alfa desək, bu düz bilirik ki, düzbucaqdır. Alfadırsa bunu da bir beta qəbul edirik biz. İndi A, B, C üçbucağı düzbucaqlı üçbucaqdır axı. Baxın, bir bucağı biz alfa qəbul etmişiksə, avtomatik digər beta olur. Yəni C bucağı beta olur. İndi bu da düzbucaqlı üçbucaqdır da. Bu betadırsa burada 100% alfadır. Çünki betanın üzərinə alfa gələndə 90 eləyirdi. Biz burada belə işarə eləmişdik. İndi fikir verin. Burada biz iki üçbucağın oxşarlığından istifadə edəcəyik. Üçbucaq A, M, L oxşardır. Üçbucaq N, C, T-yə. Deməli, oxşarlıq əlamətinə görə bir oxşarlıq əlaməti belə idi. Bir üçbucağın üçbucağı digər üçbucağın üçbucağına bərabərdirsə, bu üçbucaqlar oxşardır. Və biz bu oxşarlıqdan istifadə edib kvadratın sahəsini tapa bilərik. Bir də baxım görüm düz yazılma. A, B, M, L, sonra deməli alfa, beta, T düzdür. Yazırıq AM-in, AM yazmayayım, AL-in, N T-yə nisbəti, N T-yə nisbəti bərabərdir. M L-in C T-yə nisbətinə bərabərdir. Qiymətlərini getirib yazırıq yerinə. AL neçədir? 3. Baxın, kvadratın tərəfləri bir-birinə bərabərdir axı. Yəni bu tərəf bu tərəfə bərabərdir elə. NT-nin əvəzinə ilə mən yazıram ML bərabərdir. ML ST neçədir? 5. CT neçədir? 5. Çarpaz vurırıq. ML-in kvadratı 5 üçün 15. Bizdən də nəyi soruşurdu? Kvadratın sahəsini. Kvadratın sahəsi bir tərəfin kvadratı deyil. O da elə ML-in kvadratı deyil. Bu da neçədir? 15. Deməli, kvadratın sahəsi neçə imiş? 15 imiş. Bu qədər. Sağ olun.